Tanımayanlar üçün 5 ölkədə yaşadım. Rusiya, İtaliya, Türkiyə, Azərbaycan və Almaniya. Alman vətəndaşıyam. Uzun illərdir buradayam. Həyatımın 9 ili Azərbaycanda keçib və ilk dəfə də öz doğma dilimizdə sosial media üçün video çəkirəm. Deməli, mən Almaniyada işləyən bir Azərbaycanlı həkiməm və burada bir sürü hobilərim var, hər kəs kimi. Hobilərimin arasında ən böyük hobilərim biri maşındır, bir də gəzməkdir. Çalışırdım həmişə videoları daha çox tibbi və mənim müştəri, yəni xəstə kütləm deyim, müştəri deməyim, xəstə kütləm üçün çəkməyə. Almaniyadakı 5 milyonluq türk cəmiyyəti üçün çəkirdim əvvəllər videolar. Çünki xəstələrin faizi onlardır və Almanca çəkirdim, əlbəttə ki, Almaniyada olduğum üçün fərqli kanallarda. Sonra da dedim ki, bəs sonra da həmişə altına yazırdılar ki, niyə öz dilində danışmırsan? Çünki öz dilimdə mən burada iş videoları çəkirdim. Yəni xəstəliklə əlaqəli, həkim elədiyim, icra elədiyim sənətlə əlaqəli. Xitab elədiyim cəmiyyət ya bir tərəfdən türklərdir, bir tərəfdən almanlardır. Və yaxud da ki, belə deyim, Almaniyada yaşayan türklər, bəziləri alman dili bilmədiyi üçün türk dili danışan həkim axtarırlar və bir çox xəstəm türkdür. Və xəstələrimin ən az 20% türkdür. Amma sonradan düşündüm ki, mən öz dilimdə də video çəkməyə çalışım. Aksentimə gülən olsa da gülsün. Mən deməli 2004-cü ildən Azərbaycandan çıxdığımda, ondan sonra 2 dəfə bir neçə günlük gəlib qayıtmışam. Amma aksentim yəni elə qalıb. Mən də heç məmnunam aksentimdən, heç pozmaq da istəmirəm. Mən sevirəm öz aksentimizi, ləhcəmizi deyim. Nəysə, videolarım bundan sonra ana teması ən sevdiyim və tez-tez dəyişdiyim maşınlar olacaq. Almaniya maşın ölkəsidir və mən bundan bəhrələnməyə çalışıram. Yəni gerçəkdən çox təmiz maşınları tapıb, alıb sürmək olur. Yəni Almaniyanın fərqi budur ki, özü istehsal edir deyə belə tipik maşınları tapanda seçənəyin çox olur. Məsələn, sən Bakıda, məsələn, sən başqa bir ölkədə SL axtarırsansa, misal verirəm, tapdığın 5 dənə variant olur. Onun 5-dən neçə dənəsi vuruqdur, neçə dənəsi nə qədər servis baxımlı olub, seçmə şansın olmur. Amma Almaniyada bu şans çox böyükdür. Yəni SL axtaranda bəlkə də bir 1000-ə yaxın maşın çıxır, 500-ə yaxın maşın çıxır və Almaniyada elə şərtlər var ki, yəni maşını TÜV deyilə bir dövlət birimi, özəldir, amma dövlətlə işləyir. Bir quruluş var deyim. Orada hər 2 ildən bir hamı məcburdur ki, maşını təpədən dırnağa ruxsatdırsın və bu bir mədəniyyət halı alıb, kültür halı alıb Almaniyada. Artıq hamı öz maşınına məcbur yaxşı baxır. Bir də təmiz ölkədir, yanacağı kalitelidir, keyfiyyətlidir. Yəni servis baxımında olur hər şey. Servisdə öz maşınlarını çıxartırlar. Yəni öz maşınlarına baxırlar, yəni ustalar öz ölkələrinin maşınlarına. Və bu da kaliteli, yəni bu da keyfiyyətli eləyir deyə seçim şansı çoxdur. Mən də və bu da və vergisi falan da yüksək deyil. Maşınlarla çox məşğulam. Yəni alıb özüm üçün sürüb təkədən satıram. Bunun xaricində deməli gəzməyi çox sevirəm və bunları istəyirəm ki, bir çoxunuz onsuz da gəzib görmüsünüz. Sadəcə ikinci bir baxış olaraq başqa prizmadan, başqa birinin gözündən, indi ən azından 5 ölkədə yaşamış birinin gözündən dəyərləndirirəm gəzdiyim yerləri. Düzdür, indi bu dəqiqə aktual olaraq çox işim var. Təzə bir neçə dənə 2 dənə xəstəxanada işləyirəm deyə. Amma mümkün mərtəbə vizasızdır deyib burada hər yer. Vizasızdır deyə çox hər fürsətdə, hər həftə sonunda çalışıram bir ölkəyə gedəm və yaxud da ki, şəhərə gedəm. Oradakı fərqlilikləri izah eləməyə çalışıram. Öz prizmamdan danışıram. Və vizada demək olar ki, Alman pasportuna dünyada viza tətbiq edən çox nadir ölkələr var. Ona görə də viza problemi yoxdur. Şengen ölkəsində onsuz da maşına minsən, gömrüksüz hər yerə gedə bilirsən. Şengen ölkəsi olan ölkələrdə Alman pasportuna viza istəmirlər. Belə başqa hobilərim də var əlbəttə ki, kinodur, kitabdır. Belə şeylər, yəni fərqli mədəniyyətlərin, fərqli cəmiyyətlərin, insanların sonra golfdur və s. Bunların hamısını bir-bir danışarıq. Bu bir yoxlama videosudur, eksperiment videosudur. Baxıram, zaman keçdi. Deyirdim bir 50 saniyə çəkim maksimum, amma artıq 5 dəqiqəni keçdi. Nəysə, istəyirsinizsə izləyə bilərsiniz. Çalışacağam əlimdən gəldiyi qədər bu bəhs elədiyim hobiləri öz gözümdən, Almaniyada yaşayan bir Azərbaycanlı həkim gözündən danışım. Özünüzə yaxşı baxın, hələlik.